İşğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç prosesi gerçəkləşib. Səhər saatlarında yola salınan ailələr doğma yurtlarına qovuşublar. Şükürbəyli kəndi bugün 20 ailə olmaqla 89 nəfərə qucaq açıb. ARB 24-ün əməkdaşı xəbər verir ki, ailələr yenidən qurulan kəndə qədəm qoyub və doğma yurtlarında yaradılan gözəlliyi seyr eləyiblər. Kənd tam müasir standartlara uyğun şəkildə yenidən qurulub və sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Kənddə hər biri 80 yerlik olmaqla 2 körpələr evi, uşaq bağçası, 360 şagird yerlik məktəb binası, həkim məntəqəsi, musiqi məktəbi, klub icma mərkəzi, həmçinin yerli icra strukturları üçün inzibati bina tikilib. İlkin mərhələdə 635 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçün ayrılıb. Müasir üslubda inşa olunan evlər 2, 3, 4 və 5 otaqlıdır. Şükürbəyli rayonuna Şıxalı, Ağalı, Dəcəl kəndləri və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla ümumilikdə 2522 nəfərin 615 ailənin köçürülməsi nəzərdə tutulur.